Fövqəladə hallarda düzgün davranış qaydaları, ilkin yardım və müdaxilə. Bütün bunların uşaqlara öyrədilməsi mütləqdir. Onlar qatlanmamalıdır. Çünki orada siz heç bir nəticə ala bilməyəcəksiniz. Onlar olmalı düz və bu cür baxın gəlin. 1, 2, 3, 4, hündürdən sayırım. 5, 6, 7. Şagirdlər huşunu itirən insana necə kömək göstərilməli olduğunu, ürək masajı və süni nəfəsin hansı qaydada tətbiq edildiyini əyani şəkildə görür, izləyir və birbaşa prosesə daxil olurlar. Bugün biz ilkin tibbi yardım öğrendik. Bugün ben çok burada şeyler öğrendim ve geleceğde buranın aile üzrü olmak istəyirəm. Ben bugün burada öğrendim. Nətər Qızıl Aypara Cəmiyyəti yaranıb. Məktəblilərə fövqəladə vəziyyətlərdə soyuqqanlı olmaq və düzgün davranış qaydalarına əməl etməyin əhəmiyyəti aşılanır. Uşaqlara həm tarixdən söhbət elədik və eyni zamanda hərəkət daxili Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nəzdində hansı proqramlar, fəaliyyətlər aparılır, onu da təqdim elədik. İlk yardım hansısa bir professional kömək olduğundan əvvəl göstərilən bir yardımdır, dəstəkdir. Və biz vacib bildik ki, bizim tələbələrimiz, bizim uşaqlarımız, bizim gənclərimiz o haqda məlumat alsınlar. 8 may Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaranma günü üçün təşkil olunan təlimdə uşaqlara həm də qurumun missiyası barədə məlumat verildi. 106 illik tarixi inkişaf yolu keçmiş Azərbaycan Qızıl Aypara Cəmiyyəti də bu böyük bir ailənin ümumdünya Qızıl Xaç və Qızıl Aypara hərəkatı kimi olan ailənin bir üzvüdür. Qələbə ilə nəticələnən 44 günlük müharibə zamanı, ondan sonra da zərər çəkmiş insanlara yardım göstərilməsində Qızıl Aypara Cəmiyyətinin fəaliyyətini qeyd etmək lazımdır. Əsas məqsədlərdən biri də məktəblilərdə həm məsuliyyət hissinin artırılması, həm də humanitar dəyərlərin aşılanmasına xidmət edir. Çünki doğru zamanda edilən yardım bir insanın, bir ailənin, ümumilikdə də cəmiyyətin xilası deməkdir. Əzizə Mahmudzadə, Zaur Haşimov, Telesəhər.